Xırdalan şəhərinin əla bir yerindən iki ailənin tam yaşayacağı sizlərə mülk təqdim edəcəm. Dəyərli dostlarımız, mülkümüz 2 mərtəbə 4 otaqdır. Hər mərtəbəsində mətbəx sahəsi və sanitar qovşaq mövcuddur. Qiymət 105 min manat təşkil edir. Torpağın da, mülkün də çıxarışı alınıb hazır vəziyyətdə əldədir. İstənilən asan xidmət və notarius mərkəzlərində alqı-satqı etmək mümkündür. Ön cərgədə yerləşir, geniş bir şəkildə həyətyanı sahəsinə var, istəsəz həyətinə avtomobil də daxil etmək mümkündür. Həyətyanı sahə tamit daşlarla örtülüb, qaz, su, işıq, kanalizasiya hamısı mərkəzidir. Birinci mərtəbədə yerləşir studiya mətbəx sahəsi, 2 ədəd, belə deyim, kladovka sahəsi və sanitar qovşaq. Pilləkənlər altı yerləşir kombi aparatının yeri. Qalxaq ilk öncə 2-ci mərtəbə ilə sizləri tanış eləyək. 2-ci mərtəbədə 3 yataq otağı, sanitar qovşaq və mətbəx sahəsi var. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. İkinci mərtəbənin dəhlizindəyik. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Girişdən sağda yataq otaqları yerləşir, solda yerləşir evin mətbəx sahəsi. İlk öncə mətbəx sahəsi ilə başlayaq tanışlığa. Evimiz, mülkümüz əşyasız olaraq satışa çıxarılıb. Burada yerləşir mülkün sanitar qovşaq sahəsi. 4 otaqlıdır, qiymət 105 min manat təşkil edir. Qanuni cüt daşla inşa olunmuş sizlərə mülk təqdim edirik. Başlayaq yataq otaqlarından təqdimata. Birinci yataq otağı. İkinci yataq otağı. Pəncərələrin qarşısı sərbəst şəkildə açıq vəziyyətdədir. Xırdalan şəhərinin əla bir yerində yerləşən dəyərli dostlarımız sizlərə mülk təqdim edirik. Bakı-Sumqayıt yoluna, KFC, McDonald's, Ləziz Dad restoranlarının çox yaxınlığında yerləşir. 2 və 9 nömrəli məktəblərin tam yanında 105 min manata endirim də nəzərdə tutulub. Sağ olun, sağlıqla qalın. Birinci mərtəbədəyik, dəyərli dostlarımız. Studiya mətbəx sahəsi ilə yığılmış sizlərə birinci mərtəbənin qonaq otağını təqdim edirəm. Birinci mərtəbə ümumi olaraq stiponla təchiz olunub, tavan sahəsi aktivka taxtalarla işlənilib. Dəyərli dostlarımız, kladovka sahəsi və sanitar qovşaq sahəsinə keçən yoldur, belə deyim, ərazidir. Burada bir kladovka sahəsi, ikinci kladovka sahəsi buradadır. Və burada da yerləşir mülkün sanitar qovşaq sahəsi. İşıqları görək, hardan yandıracaq. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaq sahəsidir. Səhifəmizi izləmədə qalın, dəyərli dostlarımız. Hər zaman sizlərə ideal, gözəl, mükəmməl mülklər təqdim edəcəyik. Sağ olun.